Salam dəyərli izləyicilər, burada belə bir suallar veririk ki, İngiltərə tarixinin 17-ci əsrin birinci yarısına aid olanları müəyyən edin. Stuartlar sülaləsinin parlamenti buraxması 1649-29-dur. Yəni biri götürürük, bir doğrudur. Cromwell tərəfindən hərbi diktaturası 1653-dür, götürməyəcəyik. Anglikan kilsəsinin yaranması yenə də 16-cı əsrdən başlayır. Ona görə götürməyəcəyik. Vətəndaş müharibəsi 1642-44-dür. 42-46-dır, onu da götürəcək. Deməli, burada olur 1 ilə 4 uyğun oldu. Sonra 1-ci Dünya müharibəsi dövründə monarxiya idarəçiliyinin devrildiyi ölkələr. Biri Osmanlı idi, doğrudur. Rusiyada da monarxiya devrilib. Almaniyada da, deməli, daha doğrusu Rusiya deyirsə, Çar Rusiyasıdır, yəqin ki. Böyük Britaniyada monarxiya devrilməyib, səhvdir bu. Müharibəsi dövründə deyirsə, deməli, Osmanlı, bir də Osmanlını götürə bilmərik, daha doğrusu. Osmanlı sonradan devrilib də. 1-ci Dünya müharibəsi dövründə deyirsə, Osmanlı 1922-ci ildə devrilib. Rusiyanı götürə bilərik burada. Məsələn, 1917-ci ildə devrilib, fevral inqilabı dövründə. Sonra Almaniyanı götürə bilərik noyabr ayında. Bunu götürə Böyük Britaniyaya aid deyil. Deməli, burada da 2 ilə 3 uyğun oldu. 2 ilə 3-ü götürəcəyik. Sonra xəritədə rəqəmlərlə göstərmiş xanlıqlara aid olan oxşar cəhəti müəyyən edin. Burada təbii ki, Qarabağ xanlığı ilə götürüb digər xanlıq, məsələn, bu tərəfdə Şamaxı xanlığı ilə ortaq cəhəti soruşur. Qarabağ və Şamaxı xanlığı ilə ortaq cəhət istəyir. Deməli, burada nə ola bilər? Bir müddət Quba xanlığından asılı halda olmuşdular. Şamaxı xanlığı ilə Qarabağ xanlığı Quba xanlığından asılı vəziyyətdə olub Şamaxı xanlığı ola bilər. 19-cu əsrin 1-ci rübündə Rusiya ilə müqavilə bağlayıblar, bu ola bilər. Hacı Çələbiyə qarşı Gürcü çarı ilə ittifaq yaratmış, bu Şamaxı xanlığına aid deyil. Ağaməhəmməd Şah Qacarın yürüşünə məruz qalmışlar, doğrudur. Deməli, 2 ilə 4 uyğun cavab olur.